Doğru yoğunluğu müəyyən edin. Afrikanın ən hündür zirvəsi Atlas dağlarında yerləşir. Bu yanlışdır, çünki Afrikanın ən hündür zirvəsi Kilimanjaro zirvəsidir. Ona görə yanlışı doğru verdiyinə görə götürmürük. Avustraliyada ən qədim qırışıqlıq vilayətlərinə rast gəlinir. Doğrudur, doğruya da doğru verdiyinə görə bunu götürürük. Kore yarımadası geosinkronda yerləşsə də fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Bu yanlışdır. Kore yarımadası platformada yerləşir. Ona görə yanlışa yanlış verdiyinə görə bunu da götürürük. Galapagos adaları Naska və Kokos tavasının konvergent sərhəddində yaranmışdır. Konvergent deyil, divergent aralanma sərhəddində yaranmışdır. Yanlışa və yanlış verdiyinə görə bunu da götürürük. Qərbi Sibir platforması Kembriyə qədərki dövrdə yaranmışdır. Bu yanlışdır, çünki Qərbi Sibir platforması cavan platformadır, Paleozoy erasında yaranmışdır. Yəni Kembrdən sonraki dövrü əhatə edir.